Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar. Saffat surəsi 12-ci ayə. Hal-hazırda bir çox müsəlmanın ən çox qarşılaşdığı hallardan biridir. Məhz bu ayədə Allah Subhanahu Taala bu ayədə bizə xitab edir. Biz onlara təəccüb edirik, amma onlar bizi ələ salırlar. Həqiqətən də insanlar yuxudadır, öldükdən sonra ayılacaqlar hədisi Resulullah sallallahu aleyhi ve sellem, yəni o hədis boşu-boşuna deyilməyib. Allah Subhanahu Taala müsəlmanlara səbir versin. Allah Subhanahu Taala bizlərə haqqı batildən ayırmağı nəsib etsin. Qəlbimizə, ağlımıza və dilimizə haqqı qoysun və batildən uzaq etsin.